Yemeğim hazır. Belə digər qovurma etmişəm. Qəşəng. Tam quru etmirəm, mən biraz sulu saxlayıram. Çünki yoldaşım belə xoş deyir, yəni çörək banımlıq olsun. Mən quru xoş deyirəm. Amma həmişə onlar necə istəyirsə elə edirəm. Belə digər qovurması yeməyimiz. Belə yavaş-yavaş işlər gedir. Bugün də bazar günüdür. Bura bir gül də qatıldı. Bunu indi götürəcəm, başqa yerə qoyacağam. Burada çox sevirəm. Yanımda olsunlar. Bu yarpaq qırılıb. Yanımda olsunlar. Belə bir gülüm var. Onu da qoymuşam suya. Amma keçən səfər o birisini qoyduğum hardasa 2 gündür də bugün, amma heç bir kök tadı yoxdur. Yəqin ki, yavaş-yavaş olar. Bunu da qoydum. Bu nədir? Deməli, Aylin üçün. Ne güzel. Bunu Aylin üçün məktəbə göndərmişdim. Hər uşaq məktəbə bir belə gül aparır. Sentyabrda bizdə. Sonra may ayı oldu, müəllimə verir. Yenə gətiririk evə. Növbəti il aparırlar siniflərini bəzəmək üçün. Yəni çox gözəl görsənir də sinifdə gül, çiçək, hər şey. Burası baxın bu boydaydı. Bu qədər təsəvvür edin uzanmışdı. Buradan qırdım ki ağırlıq olurdu budağa. Çox ağırlıq olurdu. Və buralarından burada neçə yerdə yəqin ki məktəbdə qırıb aparıblar. Çox gözəl gül açır xırda-xırda. Rozlu rəngdə. Bunun indi orada kök salsın. Bundan başqa qaba da əkəcəm. Bu da inşallah ki dolacaq. Qırılıb yarpağı zadı. İndi inşallah ki bunu da yaxşı vəziyyətə gətirəcəm. Belə yaxşı vəziyyətə gətirəcəm. Buradan da qırmışam, amma eyb yox. Yəni özünə yenidən gələcək. Belə pəncərənin yanındadır. Bugün də bura qoya bilmirəm suyu çıxdığına görə. Bəzən belə qoyuram ki günəş görsün. Bəzən də züzü qoymur. Belə bunda buradan bir dənə açılmamış yarpaq var idi, onu açıb. Amma qalan tərpəniş yoxdur. Bunda bir canlanma var. Bir yarpaqlar açmaq istəyir. Ona baxın. Bunlar hamısı olubdu təzə. Belə. Yeməyimiz də hazır. Həyəti də çıxıb yumuşam. Orada paketdə qoymuşam. Çöldə ağ pişiyim var, onun yeməyidir. Nə qədər çağırdım, gəlmədi. Qoydum ora ki, gedib birazdan yenə çağırım. Bəlkə gələr. Belə. Güllərim elə canlanıb ki, bəlkə də inanmazsınız nə gözəl. Buradan da bir dənə belə mıçır atmışıq. Gül açacağıq. Daha sonra harda var? Daha sonra görmürəm. Hələ ki biri görürəm. Belə. Bu da ki çiçək açmaq istəmir elə bil hələ. Hələ ki bir şey yoxdur. Gözdə qız. Hələ ki bir şey yoxdur. Belə. Nə durayım? Ayaqqabı bax. O necə geyinmisən? Bu nə corabdır? Mama, ayaqqabı. O yay üçün almışam. Amma indi hava üçün deyil ki. Yay üçün. Hə. Bu nə üçün mən giyindim bilirsən? Mən uzun askılar giyinəndə var ya, mən sarı askım var ya. O axı bilirsən ki, mən o giyinəndə ayaqqabımdan çıxır dərin nəsə bilirsən. Görsən. Hə, buraları var ya. Məsəl üçün də bu buraları. O görsən, mən də bunu giyinəcəm. Yox, onda ayaqların üşüyər. Parmakların üşüyər. Ondan çıxalında. Bu yarpağı da atım. Hə, bunu da onun başından qırmışam. Amma çiçək atmayıb, uzanıb gedib də qırağa verməyib. Qıraqdan qopardıblar. Çox güman ki, yekə şaxələnməyib. Bunun bir dənə var idi, amma çıxırdı. Hə, çünki qırılmaq yerləri var. İndi bunu da belə suya qoydum. İnşallah ki, yaxşı olar. Həyətə də təzə dünən yoldaşım əkdi. Üzüm təhəngləri indi düşəndə göstərərəm sizə. Hala yay gəldi, taxıl-taxıl. Üzüm yer. Hə, görək də inşallah yetişsin sonra. Bugün 2 res maşın qoşmuşam. Sərmişəm həyətə. Pultumuz burada. Gülümüz də burada gizlənib. Ayca. Yox. Belə yavaş-yavaş bizim evdə vəziyyətlər belədir. Bunları silmək istəyirəm. Şvabran gəldim, aparam. Baxın, dünən yoldaşım əkib.
Bunları üzüm təhəngləridir. Xalam vermişdi. Onların həyətində var. O vermişdi. Belə bunları mən suda saxladım. Deməli, hardasa 40 gün lilli suda. Ondan sonra bunlar belə cücərdilər. Baxın. Yəni cücərmə səyidi, əkmək onsuz da necə deyim, mənası yox idi. Bana baxın. Görün nə var burada. Belə qəşəng əkib, hamısı da cücərib, baxın, hamısı. Əslində bir 2 dənə əkirik yerə bastıranda, 2 dənə çöldə əkdiyimiz 2 dənə əkmişik. Bunu dedi yaxın məsafə əkirəm də. Onsuz da 2 dənə kimi bir şeydir. Özü belə astı, əkdi. İnşallah ki tutar, inşallah ki yaxşı olar. Baxın burada da üstündə belə qozaları var. İnşallah ki tutsun. Bir də buna baxın. Bir də görəm yoldaşım bunu atır. Deyir ölüb. Deyirəm ölüb nədir? Ölə bilər. Bu yadımdan çıxıb. Qar yağanda bu qış padvala qoymamışam. Qar yağanda həyətdə olan güllər vardı. Onlarla bir yerdə hamısını padvala yığmışdım. Bunu yadımdan çıxıb qoymamışam. Ona görə də qalmışdı bu. Donmuşdu. İndi bu əmələ gəlir yavaş-yavaş, baxın. Tezə bunu adam atar mı? Günahdır. Əlindən alıb saxladım. Yavaş-yavaş. İndi deyirəm mən bunu bir gül eləyəcəm. Bir qəşəng qaba da əkəcəm təzədən. Sən baxarsan buna. Belə qoymuşam hələ ki bura. Burada da baxın neçə dənə əməkməci çıxır. Görək bunlar nə rəngdə olacaq. Bu böyükdür. Bunu bilirəm. Bu rəngarəngdir. Necə? Belə 2 rəngiyə məxsusdur. Həm ağda, həm açıq rozlu. Bunlar da baxın nə qədər yaşıllayıb. Hələ gül açmaqlarına amma çox var. Harsa bu hündür olanda gül açır. Güllərim də burada. Bunda axırda belə qurtlar vardı. Dünən təmizləmişik. Əgər keçməsə gərək dərman alıb səpək. Baxın. Cənnət. Mənim özdə qızıl güllərim ətirlidir. Buna baxın. Deməli ki, bu qızıl gül deyəsən calaqdır. Dünən yoldaşıma da deyirəm. Niyə? Baxın. Həm tünd qırmızı açır gülü. Yəni bu necə ola bilir? Həm belə baxın fərqə. Tünd qırmızı və açıq biraz rozlu. Həm rozlu rəngdə açır, həm qırmızı rəngdə. Elə bir şaxələnib, 2 hissəyə bölünüb. Baxın, buradan onu bəlkə indi məndən yaxşı bilərsiniz də, mən başım çıxmadı. Buradan hardasa, bax buradan ağac 2 hissəyə bölünüb. Bu tərəfdə qırmızı rəngdə açır çoxu. Baxın, tünd qırmızı qızıl güldür bu. Bu tərəfdə isə belə rozlu rəngdə. Bəlkə də videoda fərq bilinmir, amma belə fərq çoxdur. Belə nə qədər də töküb uçur, baxın. Ay Allah, nə qədər sevinirəm mən bunları görəndə. Adam var ki, sevmir, heç qətiyyən də evinə yaxın buraxmır belə. Gül, nə dipçəkdə evinə qoymaz, nə bir şey, amma yox, mən yox. Mən çox sevirəm, hamısıyla bir-bir danışıram. Bunların baxın, təzə yarpaqlar gətirib. Amma burada da köhnə yarpaqlar var. Bunları indi onlara zədə verərəm deyə qırmaq istəmirəm. Qayçı ilə götürürəm mən həmişə. Burada da təzəsi açılıb. Bu limondur. Limondur. Görək ki, nə olacaq. Yəni, bar vermək önəmli deyil. Əsas odur ki, diri olsun, yaşasın. Mən üçün bar verdi, ay bar vermədi, saxlamayım, yox. Elə bir şey yoxdur. Əsas odur, yaşayır. Yəni, canlıdır. Əsas odur. Belə, bunu qıranda o qədər gözəl limon iyi var. Baxın da, bu güllər də burada. Bunu deyirdim sizə. Mənim ana ürəyim bu formadadır. Bunun bütün yarpaqları, hər şey qırılıb. İndi bilmirəm ki, necə edim. Mən bunu, necə deyim sizə,
Mən bunu buradan bunları kəsim, təzədən qoyum. Olsun. Nədir o? Kök atsın, əkim bu qaba. Yoxsa elə bunlar belə qalsın, o birislər kök atsa, bu zədə almış köklərin hamısını çıxardım, onları əkim. Baxın, gül açıb, amma ki, qıraq yarpaqlar tökülüb. Nə bilim, inşallah, bilmirəm, nə edək, necə edək. Buna baxın, bu da nə gözəl açıb. Uş, cənnətdir, cənnət. Bunlar mənim hər il bu vaxt əməkməcələrim açırdı. Bu il bunlara nəsə olub. Bilmirəm, mən nəyi səhv etdim. Çox tez çölə çıxartdım, havaya aldandım. Tez çıxartdım. Ona görə də belə bəlkə də biraz inkişafları zəif oldu. Bu yaxşıdır qismən. Amma bunda belə qızartıq yarpaqlar var. Bilmirəm, bəlkə keçən il də elə idi. Bilmirəm, bəlkə iki forma çıxır yarpağı. Nə bilim. Görək necə alınır. Bunlarla biraz vaxt keçirdik. Bu da buradan baxın, çiçək açıb qırmağa. Heyfim gəlir. Bunu da mənə qaynanam vermişdi. Belə qalıb da hələ ki. Bir də bunu nə ata bilmirəm, nə sata bilmirəm. Elə belə də qalır. Bu da aloedir. Bunu nə qədər tikəldirəm, elə belə əyri aşağıya çıxır. Buna baxın, hələ nə qədər düymə töküb. Nə qədər balaları var. Ailəm bunun balalarıdır deyir. Bundan məndə burada da var. Deyirəm də, burada da olmalıdır. Bu gül də belə biraz saralmışları var. Yaxşı, yenə baxacağım. Hər dəfə baxıram. Yenə də hər dəfə də baxmaq lazımdır. Əlimdən gəlsə heç evə qalxmaram. Ancaq oturaram bunların içində. İndi yayda yaxşı olacaq masa qoyub oturmaq üçün. İndi amma yox. Burada otları da qırdım. O gün yoldaşım qırdır. Yox, onlara ziyandır. Ağaçlara ziyan verəcəksən. Qırdım mən də. Neyinim? Bir də bu qızılgürdən artıracağım. Necə artırmaq olurmuş. Öyrənmişəm təzə. Məndə hələ ki elə bir video da görmüşəm, yoldaşım göstərib. Bunun biraz qalını, üzərində belə olan qalını lazımdır mənə. Hələ ki mən elə bir budaq görmürəm məndə. Elə bir budaq. Cənnət, inanırsınız. O gün yoldaşım deyir ki, dünən deyir ki, çoxdur da, üstündə hardasa 2, 4, 6, 8, 10, 12 dənə var hardasa. Aşağılarında da. Bir də burada gizlənib. Yoldaşım deyir ki, güldana qoy da, qırıstonun üstünə belə güldana qoy, heç olmasa bir 5 dənəsin. Evdən qəşəng ətir gəlsəm də o sevir təbii güldan da. Deyirəm, yox dəlisən, onlar mənim balamdır. Baxın, bunu indi gördüm. Bu da çiçək açacaq. Nə gözəl. Allah. Bu əslində məndə burada belə yekəydi. Sonra bir qohumum istədi bundan məndə. Buradan qırdı bunun bir tayın. Mən əslində ona demişdim, balaca bir şey qır. Buradan bir tayın qırdı. Ona görə də bu belə aşağıda topası qalıb. Burada da bir uzunu var. 2 uzun idi əslində. Yenə deyib yox. Güldü də çıxır buradan. Çiçək açacaq. O da açanda göstərərəm sizə. Belə. Girim evə, pollarımı silim və yemək pişirim. Siz yemək indi pişirmədin. İndi pişirdim, amma günorta yeməyi yeyildi və yemək bitdi. Yoldaşımın çox xoşuna gəldi. 2 dolu boşqab o yeyib qalan deyil. Uşaqlar zat axşama necə eləyəcəm? Toyuq sosu pişirəcəm. Qəşəng markov, kartof, göyərti, nə bilim belə qarışıq bir şey hazırlayacağım. Zalı silmişəm. Bir dənə bizim otaq qalıb. Bir dənə də uşaqların otağı qalıb. Bunları da bir dəfə silmişəm. Bu ikinci silməyimdir. Qəşəng sileyim. Silib getmişəm. Bir də yadıma düşür ki, axı o tərəflər silinib. Tumçkaların altında çəkib silmişəm. Pəncərələr silinib. Bir də yadıma düşür ki, axı mən video çəkirdim.
Bu otaqda bitti, qaldı bizim otaq. Suzi. Suzi, ne olub aşkım? Buranı bir dəfə sildim. Bu ikinci dəfə silirəm. Yəni, soluğundan da görürsünüz ki, yəni ikinci əldə. Suzi, bəsdir. Suzi. Bunlar bir şey silmişəm. Heç pərdələrin altın zadını qaldırıb silmişəm. Ben bura təzdən çəkirəm və salam. Belə. Bu da son. Mən bu şvabra ilə qəşəng silirəm qızlar. O vedrələr mən silə bilmirəm. Dədə baba üsul ən yaxşısıdır. Belə. Bir də sizə nəyi göstərim. Bu niyə belə durub? Tabii bunu tosurum, belə durmalıdır. Bura boş olur. Həmişə bu tərəfdə durmalıdır. Səhv qoymuşam. Nəyi göstərim sizə? Bura belə bir ədyal salmışam yerimin üstünə. Bu ədyalı istifadə etmirəm. Ümumiyyətlə mən pakroval istifadə edirəm. Ədyal sərməyi sevmirəm, xoşlamıram. Sadəcə bunun məqsəd nədir? Mən bunu almışam, işlənməyib də. Yəni işlənilməsi bir şey deyil. Qonağa belə bir şey, yəni saxlamışam ki, istifadə edərəm də. Nə bilim, almışam, qalıb. İstədim bunu 1-2 gün atdım, ipə tez götürdüm, atdım, ipə tez götürdüm. Bəlkə də sizə göstərmişəm, göstərməmişəm, bilmirəm. Yadımdan çıxıb. Sonra da 1-2 gündə belə istəyirəm ki, sərilsin. Baxma da gün aparmasın deyə tez götürdüm. Nə bilim, bir gün külək oldu, toz olmasın deyə tez götürdüm. Dedim 1-2 gündə uşaqlar yatmır, üstündə çıxmırlar. Tapşırmışam. 1-2 gündə öz pakrivalım oradadır. Baxın, gördünüz. Sərmədim onu bugün. Dedim 1-2 gündə belə hər gün sərim, 2 gün. Ki hava dəysin buna. Bir gün bu təzə üzünü, sabah da o birisi üzünü sərəcəm belə. Bir qəşəng hava dəysin. Daha sonra yenə upakovkalıyaram. Tamamilə orada açıq qalanda mən sevmirəm. Bağlı qalanda sevmirəm də. Həm güyə düşər, nə bilim, nəysə olar da. Ona görə belə bir ədyalım var taxt üçün. 2 ədəddir əslində, belə böyük. Sonra da onu çıxardacağım. Onu da çıxardanda göstərərəm. Belə havaya verirəm. Ona görə də istəmədim ki, şey olsun. Necə deyim, orada qalıb örtük qalmasın da. Ona görə belə 2 gündə dediyim kimi qalsın, yığışdırıb götürəcəm. Bir dənə kuxna qalıb, kuxnanın da pollarını silim. Sonra keçəcəm yeməyimə. Sakit idi. Uşaqlar yoxdur, böyüklər. Fidanla Dəniz yoxdur evdə. Ataları ilə gediblər, biraz özlərinə alınası dəftərləri falan var idi. Orada Aylin məndəndir. Çünki o məndən qalmaq istədi. Sonra deyir, atam məni tək aparar. Onlarla getmək istəmir. Belə qəşəng sakit idi bizdə. Keçid etdik buranın pollarına. Qəşəng silək. Bu da məndən gəzir, har oldu. Stolun üstündə uşaqlar paltarları var. İndi aparacağım içəri. Belə, bu qız məndəndir. Baxın, xalalar. Xalalara salam ver. Bacıları gedib atası ilə. Bu getmir. Dəqiq. O tərəfi də bir silim. Pleçanımı da sildim. Baxın, nəfəs-nəfəsə qaldım. Zuziyə baxın orada. Belə, pleçanın da işi bitdi. Gedim bir dənə bizim otaqda toz qalıb. Toz qalıb deyəndə, yəni bugün silməmişəm bu aynanın qabağını. Ona görə buranı sileyim, belə qəşəng temizleyelim. Belə.
İcazə verin Zuzi xanım. Burada həmişə adaptör olun. Hamı bura baxır. Oy, atdıq yerə. Belə. Yaxşıdır, daha tuz yoxdur. Şişəm də tərtəmizdir, silməyəcəm. Başladım yeməyimə. Deməli, toyuğumu qoymuşam. Burada belə qəşəng qaynayır. Bu tavanı da yuyub qoymuşdum, çıxartdım. Deməli, başlayıram. Neynəməyə? Tərəvəzləri doğramağa. O pörtlənsin. Daha sonra içinə əlavə edəcəm. Deməli, belə tərəvəzlərimiz də kök, biber, bu buzlu biberdir. Xaladenkdə saxlayıram mən dondurmada. Kartof, soğan. Belə də acı biberdən də çıxardaq. Bunları yayda Qəbələdən gətirmişdim. Belə için təmizləyirəm, yuyuram. Buzlamada saxlayıram paketlərdə. Səhv eləmirəmsə 5 paket idi, bir dənə bu qalıb. Hamısını istifadə etmişəm. Ətim də qaynayır. Bunu təzədən atım buzlamaya. Belə qoyuram şirin biber, acı biber, mən hamısını saxlayıram. İndi başlayayım bunları doğruyum, əlavə edək. Tavaya qoyuraq, bu da burada pörtlənir. Başlayayım indi. Tərəvəzlərimi doğruyum. Quşların səsinə baxın, gah yağır, gah quşlar cəh-cəh vurur. Havanın özünün başı çıxmır. Çox dadlı yemək olur bu. Yayda ancaq belə bişirəcəm. Yayda badımcan da əlavə edirəm. Bu yeməyə kabaçki də yaraşır. Yəni hamısı. Bir də biraz duru yağ, biraz da mütləqdir ki, bitki yağı olsun. Çünki iki yağ qarışdıranda, nə bilim, mən elə gəlir ki, yaxşı olur. Daha da mən həmişə qatıram. Belə edəndə, məsələn, sulu bir şey hazırlayanda, bozbaşa da demirəm, bozbaşa yox, ancaq qazan yağı istifadə edilir. Amma yəni bu hansı ki, necə deyim, bu az sulu qovurma kimi bir şeydir. Bu yeməkdə duru yağ, bir də qazan yağı əlavə edirəm. Yaxşı olur. Belə əlavə etdik. Daha sonra kökümüz düşdü. Daha sonra kökü doğrayırıq. Bu tərəvəzli yeməkdir. Bizdə uşaqlar o qədər də sevmir indi. Çox vaxt mən görməyəm, atalarını atırlar. Yoldaşım çox sevir tərəvəzli yeməkləri. Amma bəzən də yeyirlər. Bu da belə. Bu acı biberin hamısını etməyəcəm. Yarısını edəcəm. Çünki uşaqlar yiyəcək, qorxuram acı olar onlar üçün. Yeyə bilməzlər. Kənd acı biberidir həm də ona görə. Bunu buzda olmağına baxmayın. Bir dəqiqə çıxardan kimi biberlərimiz açılır. Tamam, biberlərimizi də əlavə etdik. Belə tərəvəzlərimiz doğrandı. İndi yağ əlavə edəcəm. Daha sonra bunlar ətlərimiz təzədən yuyulmalıdır. Pörtlədən sonra mən həmişə yuyuram. Ona görə də bunu götürüb qoyacağım bunun yerinə. Dediyim kimi bərk yağ,
2 sok qoydum, əriyir ucu. Bir də duru yağ əlavə etmişəm. Qəşəng qovuracağım. İndi daha sonra ətlərini yuyub əlavə edəcəm üzərinə. Ayrı-ayrı qovurmağa ehtiyac yoxdur. Yəni qızartma deyil də, ona görə ayrı-ayrı qızartmağa ehtiyac yoxdur. Belə çox qəşəng yeməyə alınır. Öz ideyalarım. Məndə belə ideyavari yeməklər çox olur. Sevirəm bu tərz. Yağımız da ərisin. Düşmək istəmir. Aycan, buyur. Ben kartof var. Yaxşı. Bu da kartofla bozu baxıyorum. Ətləri yudum. Gəldim. Burada baxın, qovrulurlar qəşəng. Ən sevdiyim mənzərə. Qəşəng yağı. Yağda qovururuz. Daha sonra duz, sarı kök, istiyot əlavə eləməyəcəm. Bir də tomat əlavə edəcəm. Duz, sarı kök, bir də tomat əlavə etdim. Qovururam. Çox az su əlavə edəcəm, çox az. Ətləri də əlavə etdiyim, bir dəfə çevirmişəm, bir dəfə də çevirəcəm, qəşəng. Yavaş-yavaş pişsin. Burada şəkər bombası var. Belə piçen yapmışam yenə o dediyim kimi. Keçən səfər o yumru ulduzlardan almışdım. İndi bu dəfə belə xırda. Bir də bunu aça bilərsən. Nəhayət özüm açdım. Belə xırda uşaqlara yeməyə. Daha sonra belə piçeni aldıq. Dadlı. Moskva. Bunlar ancaq çaya batırıb yemək üçün. Sport piçeniyə. Bir də belə. Bu nədir? Aç bunu. Birində aç. Bir də belə vaflilərimiz var. Qəşəng qara. İndi dadına baxarıq. Yoldaşım da o yumurta alıb. Və bizim vazkeçilməzimiz. Bu neydi bu? Bonibondur da. Mən buna bonibon deyirəm, amma öz adı Notabum. Notabum. Belə bir də çörək. Və salam. Bu günlük də bunlar alındı.